relyefi. Deməli, materiklərin fiziki coğrafi mövqeyi və relyefi mövzumuz. Paylaşıram ekranda xəritəni. Görürsünüz hər biriniz. Xəritə qarşınızda açıldı. Bəli. Aha, nəzər yetirək yoldaşlar. Deməli, birinci növbədə biz Avrasiya materikinin fiziki coğrafi mövqeyi və relyefi ilə başlayırıq. Avrasiya materikinin əsası bilirsiniz ki, Avrasiya litosfer tavası təşkil edir. Bu litosfer tavasının tərkibində bir neçə litosfer tavası var. Məsələn, Şərqi Avropa tavası, Sibir tavası. Sibir tavası iki yerə bölünürdü. Qərbi Sibir və Orta Sibir. Biri yaşına görə cavan, biri yaşına görə qədim platforma hesab olunurdu. Həmçinin Çin, Koreya, Cənubi Çin, Hindistan, Ərəbistan və Tarim platformaları və biz qeyd elədik ki, özü Avrasiya litosfer tavasını təşkil edir. Avrasiya litosfer tavasının daxilində Şimal Buzlu Okeanının bir hissəsi və Atlantik Okeanının da İslandiya adasına qədər olan hissəsi belə deyək yerləşirdi. Materikdə yerləşən iri platformalara biz qeyd elədik Şərqi Avropa, Sibir, Çin, Koreya, Cənubi Çin, Turan, həmçinin biz burada dedik Tarim platforması Ərəbistan və Hindistan aiddir. Onlardan Qərbi Sibir, Turan, Ön Qafqaz, Almaniya, Polşa platformaları yaşına görə cavan, digərləri isə qədim hesab olunurdu. Avrasiya bilirsiniz dünyanın ən böyük materik olub, sahəsi 54 milyon kilometr kvadrata bərabərdir və iki qitədən ibarətdir. Onlara Avropa və Asiya qitələri aiddir. Avropa-Asiya materikinin qərbində yerləşir və bu qitənin ucqar nöqtələri şimalda Nordkin burnu, Norveç, cənubda Marokki burnu, biz buna Mərakeş burnu deyəcək, İspaniya, qərbdə Roka burnu, Portuqaliya və şərqdə Ural dağlarının şərq ətəkləri hesab olunurdu. Buna biz Qütb Uralı adı vermişdik. Qitədə regionlar relyefinə görə kəskin fərqlənir bir-birindən. 4-cü dövrdə baş verən buzlaşmalar qitənin şimal hissəsində, Şimali Avropada özünü aydın bir üzə verirdi və burada göl çökəkliklərinə rast gəlirdi. Siz bilirsiniz ki, bu ərazilərdə moren, təpə və tirələri formalaşmışdı buzlaqların təsiri ilə və sahil xətləri girintili çıxıntılı idi. Burada Şimal dənizi sahillərində, Norveç dövləti daxilində dar uzunsov girintili çıxıntılı körfəzlərə fiordlar adı verilmişdi. Dünyanın ən böyük fiordu bilirsiniz ki, Norveçdə yerləşən Sogne fiordu hesab edilirdi. Yoldaşlar, burada çox da yüksək olmayan, yəni əsasən qədim hesab olunan Şimalı Kaledon, Cənubi Hertsində yaranan meridional istiqamətdə uzanan dağ silsiləsi yerləşir. Bu dağın adı Skandinaviya dağlarıdır. Skandinaviya dağlarının ən böyük zirvəsi Kalxepikken zirvəsidir, 2469 metr və biz qeyd edəcəyik ki, bu ərazilərdə qədim göl çökəkliklərinə rast gəlinir. Onlara məsələn Inari, Sayma, Venerin, Veterin kimi göllər aiddir və Finlandiya göllər ölkəsi hesab edilirdi. Orta Avropa biz diqqətlə baxsaq bunun relyefinə. Deməli, relyefi əsasən düzənliklər səciyyəvidir. Bu düzənliklərdən ən böyüyü Almaniya, Polşa ovalığıdır və onun səthi şimal dənizləri sahilində müəyyən qədər enməyə məruz qalır. Dəniz və okean sularından quru ərazisini mühafizə etmək üçün sahildə beton bəndlərdən ibarət olan polderlər yaradılırdı. Orta Avropa Atlantik Okeanı sahilləri qurunun tektonik əyilməsi biz qeyd elədik baş verir və buna görə də biz bu bölgələr üçün deyəcəyik ki, burada tədricən baş verən enmələr nəticəsində sahil boyu ərazilər dəniz suları altında qalırdı. Su basmaların qarşısını almaq üçün insanlar bəndlər tikirdilər və dənizləri quruduraraq antropogen mənşəli düzənliklər yaradırdılar və bu bölgədə Belçika, Niderland, Almaniya, həmçinin müvafiq olaraq Danimarka kimi şimal dənizi sahilində yerləşən ölkələr əvvəllər dənizin dibi olmuş. Bu əraziləri mühəndis qurğu sistemlərinin köməyi ilə quruya çevirmişdilər və Niderland dövləti öz ərazisini polderlərin hesabına 40%-ə qədər genişləndirmişdi. Bu körfəzin adı Eyselmer körfəzi hesab edilirdi və dənizdən mənimsənilmiş belə ərazilərə biz polderlər adı verdik. Orta Avropada Afrika və Avrasiya gördüyünüz kimi bu Afrika, bu da Avrasiya litosfer tavasının toqquşması hesabına yaranan əsas belə deyim dağ sistemi Alp dağlarıdır. Alp dağlarının ən hündür zirvəsi Mont Blanc 4807 metrdir və Karpat dağlarıdır. Ən hündür zirvəsi Qarlaxovski ştit 2655 metr hündürlüyə malikdir. Biz qeyd edirik burada. Bundan da biz qeyd edəcəyik ki, bu ərazilərdə biz Orta Avropada əsas etibarilə cavan dağ sistemlərindən, biz dedik Alp və Karpat dağlarından, qədim dağ sistemlərindən isə filizli dağlar, Südet dağları, hansı ki Almaniya, Çexiya
və Polşa dövlət ərazisində yerləşirdi. Fransada Mərkəzi Fransa massivinin adını çəkə bilərdik. Bunlardan biz qeyd elədik ki, Alp və Karpat qövsvari formaya malikdirlər. Bu dağlar Afrika və Avrasiya havasının toqquşmasından yarandığı üçün cavan dağlar hesab olunurdu. Mərkəzi Avropanın dağlarını Şimali Avropadakı Skandinaviya dağlarından fərqləndirir. Əsas səciyyəvi xüsusiyyətlərdən biri də şiş, uclu və pik şəkilli zirvələrə və yamacların daha dik olmalarına görə fərqlənirdilər. Yoldaşlar, hündürlüyü 3500 metrdən yüksək olan zirvələrə, o cümlədən də biz Alp dağlarında hündürlüyü 4800 metr olan, 4807 metr olan Mont Blanc zirvəsinə rast gəldik. Fransız dilindən tərcümədə Mont Blanc, ağ dağ demək idi. Alp dağlarının yerləşdiyi ölkələrə biz qeyd edəcəyik Fransa, deməli Avstriya, İsveçrə, Liechtenstein, İtaliya, Almaniya və Sloveniya dövlətləri aiddir. Bu ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradılmışdır. Bu kurortlardan qış idman növlərinin həvəskarları arasında çox məşhur hesab olunan kurortlar fəaliyyət göstərirdi və onlar ölkə iqtisadiyyatlarına, xüsusən də dağlıq relyefi malik olan Avstriya və İsveçrəyə küllü miqdarda gəlir gətirirdilər. Seismik cəhətdən aktiv ərazilərdə zəlzələlər fəaliyyətdə, belə deyim, təsərrüfata, əhaliyə, səyahətə gəlmiş turistlərə ciddi ziyan vururdu. Yoldaşlar, turizmə görə İsveçrə və Avstriya iqtisadi əsas gəlirlərindən biri hesab olunurdu. Bu ölkələrdə zəngin rekreasiya ehtiyatlarına malik idilər. 2014-cü ildə turizm Avstriyanın büdcəsinə 44,5 milyard, İsveçrə dövlətinin büdcəsinə isə 44,1 milyard avro daxil olmuşdu və turizmin inkişafı minlərlə iş yerlərinin yaranmasına imkan verirdi. Avstriya və İsveçrədə hər 10 nəfərdən biri turizmlə əlaqədar sahələrdə çalışırdı. Bunlardan ən məşhuru İsveçrədə yerləşən Alp dağlarındakı Şermat kurortu hesab edilirdi. Cənubi Avropaya biz nəzər yetirdikdə, Cənubi Avropa Aralıq dənizi dənizinin şimal sahillərində əhatə edir. Mərkəzi Avropa ilə müqayisədə sahil xətləri çox parçalanmışdır. Burada çoxlu sayda yarımada və adalar relyefi əsasən dağlıqdır. Piriney, Apenin, Balkan yarımadası, adalardan biz qeyd elədik Krit, Siciliya, Sardiniya, Korsika, Balear və Cırtdan adalardan Malta adasına rast gəlmirdi. Yoldaşlar, bu bölgə intensiv tektonik və seismik proseslərlə səciyyəvi olan bölgə idi. Burada Siciliya adasında Etna, Apenin yarımadasında Vezuvi, Stromboli vulkanı kimi fəaliyyətdə olan vulkanlara rast gəlinirdi. Balkan yarımadası karst platosuna, yəni yeraltı suların yaratdığı səthi hamar olan yaylalara sahib idi və o əsasən əhəng daşı süxurları ilə örtülü idi. Bu süxurlar intensiv yuyulmaya məruz qalırdı və onlar karst relyef formalarını, o cümlədən mağaraları yaradırdılar. Yoldaşlar, burada Adriatik dənizinə çıxışı olan Sloveniya dövlətində Postojn mağarası yerləşirdi ki, o Avropanın ən böyük karst mağarası hesab olunurdu. 20 kilometrlik yeraltı keçid və zallardan ibarət idi. İspaniya dövləti ərazisində Menorka çimərliyi fəaliyyət göstərirdi. Aralıq dənizinin çimərliklərinin yerləşdiyi ölkələrdə milyonlarla turisti özünə cəlb edirdi. Yunanistanda isə biz Balkan yarımadasının dağlarının quru iqliminə malik olan dağ yamaclarında xırda buynuzlu heyvandarlıqdan daha çox keçilərdən bəhs edəcəyik ki, burada saxlanılırdı. Şərqi Avropa, gəlin biz bura diqqət edək. Şərqi Avropa biz qeyd elədik ki, geniş Şərqi Avropa düzənliyindən və Ural dağlarına qədər olan ərazini əhatə edirdi. Bu düzənliyin şimalında əsasən 4-cü dövr buzlaqlarının fəaliyyəti hesabına yaranmış buzlaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi əsas etibarilə Rusiya, Ukrayna, Belarus dövlətlərinin ərazisini təşkil edirdi və Rusiyanın Avropa hissəsinə uyğun gəlirdi. Şərqi Avropa düzənliyində əhalinin ən çox məskunlaşmış ərazilərindən biri hesab olunur. Burada əsas şəhərlər Rusiyanın paytaxtı Moskva, Sankt-Peterburg, həmçinin biz Ukraynanın paytaxtı Kiyev və təbii ki, Belarusun paytaxtı Minskin adını çəkə bilərik ki, bu ərazilərin nəhəng sənaye şəhərləri yerləşirdi. Şərqi Avropa düzənliyinin cənubunda cavan dağ sistemləri olan, xüsusən Qaradənizə çıxan Krım dağları və Qafqaz dağlarının adını çəkə bilərik. Taman yarımadasından müvafiq olaraq Abşeron yarımadasına qədər. Yoldaşlar, biz qeyd edirik ki, burada Qafqaz dağlarının ən böyük zirvəsi Elbrus 5642 metr uzanırdı. Qafqaz dağları böyük və kiçik Qafqaz dağlarından ibarət idi. Bu dağlar müvafiq olaraq Qara və Xəzər dənizləri arasında uzanırdı. Ardınca biz qeyd edəcəyik təbii ki, Asiya qitəsi. Gəlin Asiya qitəsinə diqqətlə baxaq.
Gördüyünüz kimi Asiya qitəsi Avropa qitəsi ilə müqayisədə daha geniş ərazini əhatə edirdi. Qitənin şimal ucqar nöqtəsi Taymır yarımadasında Çelyuskin burnu Rusiya, şərq ucqar nöqtəsi Çkot yarımadasında Dejinyo burnu olur Rusiya, cənub ucqar nöqtəsi Piyay burnu Malayziya, Ekvatorial iqlim qurşağı, qərb ucqar nöqtəsi Baba burnu Kiçik Asiya yarımadası Türkiyədə yerləşirdi. Asiya qitəsi oroqrafik cəhətdən relyef quruluşuna görə dünyanın ən mürəkkəb regionu hesab olunurdu. O tektonik cəhətdən sabit ərazilərdən, yəni platformalardan və fəal zonalardan, geosinkronlardan ibarət idi. Platformalar litosfer tavalarının mərkəzində olduqları üçün tavaların sərhəddindən uzaqda yerləşən hissələri idi və onlar yer qabığının daha sabit, yəni seismik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələri hesab olunurdu. Platformaların daxili quruluşu iki mərtəbədən, yəni yarusdan ibarət idi. Birincisi, platformanın alt hissələri, yəni Asiya litosfer tavası daxilindəki platformaların alt hissəsi kristalik bünövrədir. Kristalik bünövrə platformanın alt mərtəbəsidir və əsasən maqmatik və metamorfik suxurlardan təşkil olunub və ona görə də qədim, tamamilə aşınmış dağların bünövrəsinə aid olan suxurlar qırışıq yatın formasında malikdir və burada filiz faydalı qazıntılar mövcuddur, təbii ki, platformanın ən alt hissəsində. Platformanın ölçüyünün üst mərtəbəsidir, çökmə suxurlardan ibarətdir və suxurlar əsasən üfüqi lay şəklində yatırlar burada. Çökmə yoldaşlar mənşəli faydalı qazıntıların mövcud olduğu ərazilərdə neft, qaz, daş kömür kimi ehtiyatlara rast gəlinirdi. Əlbəttə ki, bu platformaların bəzilərində platformanın nisbətən yuxarı qalxmış sahələrində üst çökmə suxur qatı olmurdu və burada kristalik bünövrə səthə çıxırdı. Belə sahələrə biz qalxanlar və ya siperlər adı vermişdik, hansı ki, siperlərdə filiz faydalı qazıntıların səthə yaxın olduğuna görə çıxarmaq daha asan başa gəlirdi. Arkadaşlar, platformaya uyğun gələn relyef formaları nəhəng ölçülərə malik olan düzənlikləri idi. Şimali Asiyada əsasən Qərbi Sibir ovalığı, Qərbi Sibir platforması cavan platformada, Orta Sibir isə biz qeyd elədik ki, Sibir platformaları üzrə geniş düzənliklər Orta Sibir yaylası yerləşirdi. Yoldaşlar, Şərqi Sibirin mütləq hündürlüyü daha yüksək hesab olunurdu. Çünki burada şərqində yüksəkliyi 2000 metrə çatan Verxoyansk silsiləsi, Verxoyansk-Çerski silsilələri yerləşirdi və bu dağlar Mezozoy erasının Kimmeri qırışıqlığında yaranmışdı. Asiyada digər platformalar Cənub-Qərbi Asiyadakı Ərəbistan platformasıdır və Ərəbistan yarımadasında yerləşən bu platformanın səthi eksogen proseslərin, xüsusən də sutkalıq temperatur amplitutunun yüksək olmasına görə səhralarda fiziki aşınma və küləyin təsiri ilə defilyasiyaya məruz qalmış ərazilər hesab olunurdu. Bu ərazilərdə küləyin fəaliyyəti eol relyef formaları barxanlara, diyonlara və qum təpələrinə rast gəlinirdi. Cənub-Qərbi Asiyada Türkiyə ərazisində, yəni baxın gördüyünüz kimi bu hissədə Qara və Aralıq dəniz sahilində Pont və Tavr, yəni Toros dağları. İran ərazisində isə Xəzərin cənubunda Elburz, axırı U-rısı ilə qutarır və Zagros, İraq sərhəddində uzanırdı. Elburz dağlarına ikinci adı ilə Elburz da deyirdilər. Yoldaşlar, Türkiyə və İranda ən hündür zirvələr müvafiq olaraq İranda Damavənd 5610, Türkiyədə isə Ağrıdağ 5165. Bunlar Asiyada ən hündür vulkan zirvələrindən hesab edilirdilər və bunlar sönmüş vulkanlar hesab olunurdu. Yoldaşlar, Türkiyə ərazisində biz qeyd elədik ki, Pont və Tavr dağları arası Anadolu yaylası, İranda isə Elburz və Zagros dağları arasında İran yaylası yerləşirdi. Müasir dövrdə Afrika Ərəbistan tavası hərəkətini nəzər yetirsək, bu tavanın şimala doğru hərəkət nəticəsində Qırmızı dəniz Rif dərəsi boyunca öz sahəsini genişləndirirdi. Onun həm Atlantik, həm də Hind okeanı ilə, yəni belə deyək, həm Aralıq dənizi, həm də Hind okeanında sərbəst əlaqəsi yaranırdı. Sinay yarımadası Afrika materikindən ayrılırdı. Babil-Məndəb boğazının enliliyi artırdı. Amma Ərəbistanın şimal-şərqi hərəkəti və Avrasiya ilə toqquşması nəticəsində Alp-Himalay geosinkronunda Gürcüstan, Azərbaycan, İran bölgəsindən Alp-Himalay geosinkronlu sərhəd xətti keçirdi və burada biz qeyd elədik seismiklik yüksək idi və konvergent zonada olan bu ərazidə qırışıq əmələ gəlmə hələ də özünü göstərirdi. Tektonik hərəkətlər və qırılmalarla yaranmış bu ərazilərdə fikir verdiksə Ərəbistan litosfer tavasının Avrasiya ilə toqquşma sərhəddini biz qeyd etmiş olduq. Gəldik Mərkəzi Asiyaya. Relyefin hündür dağ sistemləri üstünlük təşkil edir Mərkəzi Asiyada. Himalay gördüyünüz kimi burada, Kunlun şimala doğru, Pamir dağları, həmçinin biz qeyd edəcəyik Tianşan dağları ən uca zirvələrinin hündürlüyü 7000 metrdən yüksəkdir. Mərkəzi Asiyada bir çox dağların sözünün sonunda şan sözü ilə qurtarırdı. Yerli dildə təbii ki, bu dağ mənasını verirdi. Məsələn, Kunlun Şan, Tianşan dağları və s. Dağların arasında müvafiq olaraq baxın,
Təklə məkan səhrası, həmçinin biz bura Tarim çökəkliyi və qeyd edə bilərik ki, Asiyanın ən alçaq ərazilərindən biri olan Tian-Şan dağlarının cənubundakı Turfan çökəkliyi -155 metr burada yerləşirdi. Himalay dağlarının şimalında geniş yayılmış Tibet yaylası Çinin zəif məskunlaşmış, əlverişsiz ərazisidir. Yayla sıra dağlarla əhatələnmişdir. Pamir dağları ən hündür zirvəsi Çin dövlətində Kongur 7719, Tacikistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmail Somoni piki hesab edilirdi, 7495 metr. Və əvvəllər bu piki kommunizm piki adlandırırdılar. Yoldaşlar, Tibet yaylasında Yak və Tibet öküzü yerləşirdi. Yaxın vətəni Tibetdir. O, Asiyanın yüksək dağlıq zonasının əsas kənd təsərrüfatı heyvanı hesab edilir və ondan qoşqu vasitəsi kimi istifadə edilirdi. Yerli xalqlar yakın südündən və ətindən, həmçinin də yunundan parça və geyim hazırlanmasında istifadə edirdilər. Cənubi Asiya regionunda şerplər mövcuddur. Onlar Nepal ərazisində yaşayırlar və Himalay dağlarının ən yüksək hissələrində məskunlaşmış xalqlar şerplərdir. Şerplərin ənənəvi məşğuliyyəti Camallungma zirvəsinə qalxan alpinistlərə və ya səyahətə gəlmiş turistlərə bələdçilik etmək və onların yükünü daşımaqdan ibarət idi. Yoldaşlar, biz qeyd edirik, Şərqi Asiya regionu gəlin nəzər yetirək, Sakit Okean sahillərindəki ovalıqlarda üstünlük təşkil edirdi. Bunların ən böyüyü qədim platforma üzərində yerləşən Böyük Çin düzənliyi, o Yansız və Xuanxe çaylarının gətirdiyi alüvyal çöküntülərlə örtülmüşdür. Böyük Çin düzənliyi Çində biz qeyd edirik ki, əhalinin ən çox məskunlaşmış hissəsi hesab olunurdu. Regionun şimalında orta yaşlı dağlar var idi. Bunlara Böyük və Kiçik Xinqan dağları aiddir. Hertzin qırışıqlığına aid olan dağ sistemləri qədim dağ sistemləri hesab olunurdu. Regiondan, belə deyim, Sakit Okean və Avrasiya litosfer havalarının toqquşduğu sərhədlərdə adalar qövsü formalaşmışdır. Bunlar Kuril, Kamçatka, Yapon, yəni Hokkaido, Honshu, Shikoku, Kyushu, Ryukyu, Filippin və Marian adalar qövsü. Burada biz qeyd edəcəyik ki, Böyük Zond adalar qövsü, Alp-Himalay geosinklinalının bitdiyi, Sakit Okean qövsünün də daxilində olan iki geosinklinal qurşağının sərhəddində yerləşən ərazi hesab edilirdi. Yoldaşlar, 2011-ci ildə siz bilirsiniz ki, mart ayının 11-də Sakit Okeanda baş vermiş 9 ballı zəlzələdən sonra yaranan nəhəng tsunami dalğalarının hündürlüyü 35 metrə çatmışdı. Fəlakət nəticəsində Yaponiyada 15 min nəfərdən çox insan həlak olmuş, 5070 nəfərə yaxın itkin düşmüşdü. Ölkəyə dəyən ziyanın miqdarı 300 milyard ABŞ dollarına yaxın olmuşdu və tsunami kütləvi dağıntılarla, xüsusilə də Fukushima 1 atom elektrik stansiyasının zədələnməsinə səbəb olmuşdu. Qəza nəticəsində radiasiya axını yaranmış, quru və okean sahili zona radioaktiv çirklənməyə məruz qalmışdı. Cənub-Şərqi Asiya, bura biz Hind-Çin yarımadası, Zond adalarını və Malaya arxipelagını əhatə edəcəkdir. Yarımadada dağlar meridional istiqamətdə uzanır. Cənub-Şərqi Asiya ölkələrinə biz Myanmar, Tayland, Laos, Vyetnam kəsib keçirdi və biz qeyd edəcəyik ki, dağlar arasında Mekong düzənliyi yerləşirdi. Baxın, allüvyal mənşəli ovalıq. Sahəsinə görə dünyanın müvafiq olaraq 2-ci və 3-cü adaları hesab edilən Yeni Qvineya, baxın bu hissədə və Kalimantan, bunun ikinci adı ilə Borneo adası deyirdilər, Cənub-Şərqi Asiya regionunda yerləşirdi. Bu region materik və okean havalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də tektonik və seysmik cəhətdən çox aktivdir. Bura ərazilər, belə deyək, İndoneziyada Semeru, Slamet vulkanlarına rast gəlinir. Krakatau vulkanına rast gəlinir. Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay Wolfram qurşağı bu ərazidə Cənub-Şərqi Asiya və Cənub-Şərqi Asiya və Böyük Zond adalarındadır. Dünyada biz qeyd edəcəyik ki, Malayziya və Tayland dövlətləri əsasən sənayinin, əlvan metallurgiya sənayesinin inkişaf etməsinin səbəbi buradakı əlvan metal yataqlarının mövcudluğudur. Cənub-Şərqi Asiya həm də neft və qaz ehtiyatı ilə zəngindir. Xüsusən də İndoneziya və Malayziya neft-qaz ehtiyatları ilə zəngin olan ərazilərdən hesab olundu. Sahil boyu ərazilər isə məşhur turizm zonasıdır. Xüsusən də İndoneziyada Bali adası, bu haqda siz yəqin ki, indi kimi eşitmişsiniz. Filippin bölgəsi. 1991-ci ildə Filippin adalarına püskürən xüsusi aktiv vulkan Pinatubo vulkanı hesab olunur və Pinatubo vulkanı bəşəriyyət tarixində ən güclü püskürmələrdən biri hesab olunur. Vulkan küllərindən ibarət olan bulud stratosferə qədər qalxa bilmişdir və buludun yaranan dirəyin hündürlüyü 34 kilometrə çatmışdır. Havada atılan kül, belə deyim, kül səmada 125 min
kilometr kvadrat ərazini əhatə etmişdir. Və biz qeyd edəcəyik ki, kül nəinki Filippini, həm də Vyetnamı, Kamboca dövlətini, Malayziyanı da əhatə etmişdir. Cənubi Asiya regionu, gəlin nəzər yetirək. Burada Hindistan yarımadası əsas yer tutur. Yoldaşlar, yarımadanın mərkəzi hissəsi denudasyon mənşəli yayla, buna biz deyəcəyik Dekan yaylası ərazisində zəngin daş kömür, dəmir filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. Cənubi Asiya regionu Mərkəzi Asiyadan xüsusi dağlarla, Himalay dağları ilə ayrılır. Himalay dağları Hind-Avstraliya litosfer tavasının tərkibinə daxil olan Hindistan platforması ilə Avrasiya litosfer tavasının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, Nepal, deməli Pakistan, Hindistan, Nepal, Bhutan, Çin dövlətləri arasında yerləşirdi. 2500 kilometr məsafədə dövlət sərhəddinə malik idi. Buradakı zirvələrin hündürlüyü 8000 metrdən çoxdur. Bunlardan Nepal ilə Çin sərhəddində yerləşən dünyanın ən hündür zirvəsi Camalunma Everest 8808 metr hündürlüyə görə ikinci Karakorum dağlarında olan Çogori zirvələrini və ya K2 8611 metr Türk dünyasının aid olan dövlət qurumu olan Sintizyan uyğunun tərkibində Türk dövlət qurumları arasında ən hündür məntəqə hesab olunurdu. Deməli, dağların yaşı ilə onların seismikliyi əlbəttə ki, tərslə tənasibdir. Yaş qədimdirsə, o zaman seismikliyi zəif, yaş cavandırsa, seismikliyi daha güclü hesab edilirdi. Gəldiyi yoldaşlar Şimali Amerika materikinə, gəlin nəzər yetirək, görək burada vəziyyət necədir. Şimali Amerika materikinin qərbi üçün biz qeyd edəcəyik dağlıq, mərkəzi üçün əsasən düzənlik, relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyer dağlarıdır. O, sakit okean sahilləri boyunca şimaldan cənuba doğru 7000 kilometr məsafədə uzanır və bu dağlar ABŞ-ın Alyaska ştatı, Kanada, ABŞ, Meksika, Guatemala, Beliz, Salvador, Costa Rica, Panama, Nikaragua, Honduras kimi ölkələrin ərazisindən keçirdi. Yoldaşlar, qərbdə biz qeyd elədik ki, Mərkəzi Amerika ölkələrinin ərazisindən keçirdi. Kordilyer dağlarının Şimali Amerikanın ən yüksək zirvəsi, əlbəttə ki, bu hissədə Alyaska silsiləsindəki McKinley 6194 metr, ən alçaq nöqtə isə Böyük Özəlin cənubunda ölüm dərəsi -86 metrdir. Şimal ucqar nöqtəsi Kanadada, Kanada arxipelagında Mertson burnu, cənub ucqar nöqtəsi Panamada Marietta burnu, şərq ucqar nöqtəsi Labrador yarımadası Kanadada Uez Şəhzadəsi burnu, deməli St. Charles burnu və qərb ucqar nöqtəsi Uez Şəhzadəsi burnu hesab edildi. Yoldaşlar, biz qeyd edirik ki, materikdə qayalı dağlar sistemi də yerləşirdi. Kordilyer dağlarının mərkəzi hissəsində yüksək platolar, yəni səthi hamar olan ərazilər və yaylalardan ibarət idi. Bunların içərisində nəhəng Böyük Hövzənin adını çəkə bilərik, Meksika yaylasının adını çəkə bilərik, həmçinin Cənubi Amerikada Colorado, deməli, Şimali Amerikada Colorado və Kolumbiya çayları hövzələrinin adını çəkə bilərik. Deməli, biz qeyd elədik ki, yayla və platolar üçün intensiv denudasiya prosesi səciyyəvidir. Onlar dərin, dar dərələrlə, çox vaxt isə biz qeyd edəcəyik kanyonlarla kəsirirlər. Şimali Amerikanın cənubunda, baxın bu hissədə, Kordilyer dağları daralır və Meksikada onu Sierra Madre adlandırırlar. Biz bu haqda məlumat vermişdik. Kordilyerin sahil dağları belə sıralanır. Alyaska, deməli, Aleut, Alyaska sahil, Kaskad, Sierra, deməli, yenə sahil, Sierra Nevada ABŞ-da, Qərbi Sierra Madre və Cənubi Sierra Madre silsilələri. Bunlar oldu, əlbəttə ki, Kordilyerin sahil dağlarının əsas silsilələri. Meksikada onun Sierra Madre adlanmasının səbəbi onun daralması hesab olundu. Kordilyer dağlarında çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır. Məsələn, biz bura Rainier, Shasta, Colima, Orizaba, Popocatépetl, Taxomulco, Momotombo vulkanlarından danışdıq. Bunlar seismik cəhətdən aktiv fəaliyyətdə olan vulkanlardır. Qeyri-adi relyef formaları turistlərin maraqlı obyektlərindən birinə çevrilir və bunların biri də Colorado kanyonu hesab olunur. Colorado kanyonunun dərinliyi 2 kilometrə çatır və Kordilyer dağlarında Colorado çayının dərəsinə piyada maşın və vertolyotlarla ekskursiya təşkil olunurdu. Şimali Amerikanın biz qeyd elədik mərkəzi və şərq hissələrinin platformadır. Burada biz qeyd edirik düzənliklər üstünlük təşkil edilir və onların formalaşması müxtəlif eksogen proseslərlə əlaqəlidir. Şimalda Lavrentiya yüksəkliyində buzdaq relyef formaları üstünlük təşkil edir. Ona görə də bu hissədə buzdaq mənşəli göl çökəklikləri çoxdur. Böyük Ayı, Böyük Kölə, Athabasca, Winnipeg, yuxarı Michigan, Huron, Erie və Ontario gölləri. Mərkəzi düzənliklərdən qərbdə böyük düzənliklər
yerləşir. Hündürlüyü 500 metrdən yüksək olan böyük düzənliklər Kordilyer dağlarına keçid zonasında yerləşirdi. Atlantik okeanının sahilində gördüyünüz baxın bu hissədə biz qeyd edəcəyik ki, Meksika sahili ərazilər və Atlantik sahili ovalıqlarla uzanır. Mississippi ovalığı isə allüvial mənşəli hesab olunurdu. ABŞ-ın nəhəng allüvial mənşəli ovalığı hesab edilirdi. Bu ovalıqlarda və Meksika körfəzində zəngin neft və təbii qaz yataqları mövcuddur. Yoldaşlar, böyük hövzə Kordilyer dağlarının mərkəzini seçkilə yerləşən yayladır. Yaylanın yerləşdiyi hissədə qərbi və şərqi, belə deyək, dağları bir-birindən çox aralıdır. Hövzə hər tərəfdən dağlarla əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək onun yaylaya buraxmır. Yaylanın səthi bitki örtüyünə görə kasıbdır və ətraf ərazilərdən yarım səhra landşaftının olmasına görə kəskin fərqlənirdi. Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalach dağlarıdır. Onun da ən yüksək zirvəsi Mitchell 2037 metrdir cənubunda. Dağlar güclü parçalanmaya məruz qalmışdır. Burada zəngin faydalı qazıntılar mövcuddur. Şimali Amerikanın ən nəhəng faydalı qazıntısı Appalach dağlarında yerləşən daş kömür hövzəsi aid edilirdi. Platformaların sipər və ya qalxan hissələrində, xüsusən Labrador yarımadası, böyük göllərin sahillərində dəmir filizi yataqları mövcud idi. Appalach və Kordilyer dağları üçün ümumi bir xüsusiyyətə baxsaq, yaşına görə qədim dağlar Appalach, yaşına görə cavan dağlar Kordilyerdir. Qayalı sahil kaskad silsiləsinə bölünür Kordilyer, silsiləyə bölünmür Appalach dağları. Materikin şərqindədir Appalach, qərbindədir Kordilyer dağları. Dünyanın ən dərin kanyonu Colorado, Kolumbiya, Kordilyer dağları. Dünyanın, belə deyim, Şimali Amerikada ən nəhəng daş kömür yatağı Appalach hövzəsi və materikin ən hündür dağ zirvəsi təbii ki, McKinley 6194 metr hesab edildi. Bu, əlbəttə ki, Kordilyer dağlarına aid idi. Bu da oldu bizim Şimali Amerika materikimizin relyefi. Cənubi Amerika materikinə nəzər yetirək, relyef baxımından. Cənubi Amerikanın şimal ucqar nöqtəsi Qalinyas, cənub ucqar nöqtəsi, belə deyək, Frauert, qərb ucqar nöqtəsi Parinyas, şərq ucqar nöqtəsi isə Cabo Branco burnudur. Cənubi Amerika qərbində Sakit Okean sahili boyunca dünyanın ən uzun dağ sistemi 9000 kilometr məsafədə Ant dağları uzanır. Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edirdi. Odlu torpaq adaları gördüyünüz kimi cənubda və Ant dağlarının davamı sualtı qayalar şəklində davam edərək transantarktik dağlardan, yəni Uadella dənizindən Ross dənizinə qədər uzanır və bununla da biz qeyd edəcəyik ki, Odlu torpaq adası Ant dağlarının davamı hesab olundu. Sıra dağların arasında ensiz dağarası çökükliklər yerləşir. Yalnız 20 cənub en dairəsi boyunca bir sıra dağlar arasında məsafə artır və geniş platolar, altiplanolar yaranır. 20 cənub enliyindən sonra Ant dağlarının Boliviya və Çili sərhəddində yerləşən yüksək yaylalarda, burada iqlim quraqdır və ağaclar əsasən yoxdur, altiplanolar quraqlığa davamlı bitkilərlə örtülmüşdür. Ardınca biz qeyd edəcəyik, təbii ki, bu altiplanolar Şimali Amerikada böyük hövzəni xatırladırdı. Yoldaşlar, Ant dağları, Sakit Okean və Nazca havası Cənubi Amerika litosfer havasının sərhədlərindədir və biz qeyd edirik ki, bu dağlar yüksək seysmikliyi, zəlzələlər, tez-tez baş verməsi və vulkanların fəallığına görə fərqlənirdi. Qeyd edəcəyik ki, Ant Sakit Okean odlu halqasının bir hissəsi olub, subduksiya zonasında yerləşirdi. Subduksiya nə idi? Litosfer havalarının suyun, belə deyim, materik hava litosfer havasının altına batması prosesidir və belə batma nəticəsində okean havası tərəfindən dərin sulu cöyüklər, novlar əmələ gəlirdi. Materik havası tərəfindən isə Gölsuvari adalar və ya cavan dağlar yaranırdı. Ant dağları ən yüksək zirvəsi Aconcagua 6960 metr, digər zirvələr isə Chimborazo, Cotopaxi hündürlüyü 6000 metrdən yüksəkdir. Burada dünyanın ən hündür vulkan zirvəsi Ljubljaco 6723 metr yerləşir. Bu zirvələr dağ buzdaqları ilə örtülmüşdür. Ant dağlarında nəhəng misk uşağı yerləşir. Dünyada Mərkəzi Afrikadan sonra, yəni Kongo, Zambiya, Zimbabvedən sonra ikinci misk uşağı Ant dağlarındadır və buranın relyefi ovalıqdır. Yaslı yayla, plato və yüksəkliklərdən ibarətdir və biz qeyd edəcəyik ki, Amazon ovalığı, La Plata ovalığı və Orinoco ovalığı kimi nəhəng ovalıqlar arasında Cənubi Amerikanın Amazon, Parana və Orinoco çaylarının böyük rolu olmuşdur. Bu çaylar allüvial mənşəli çöküntü yaratmışdır. Ümumiyyətlə, allüvial düzənliklər hamar relyefə malik
Atlantik okeanına tərəf meyillidirlər. Orinoco ovalığı dünyanın zəngin neft və təbii qaz ehtiyatının mövcud olduğu ərazilərdən biri hesab edilirdi. Yoldaşlar, Gviana və Braziliya yaylaları qədim dağ sistemlərinin qalıqları hesab olunurlar. Burada Braziliya yaylası filiz faydalı qazıntılar ilə zəngindir. Braziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk 10-luğuna daxil olması bununla əlaqədardır. Və biz qeyd elədik ki, Braziliya və Gviana düzənliklərinə uyğun olaraq burada kəllə qənd və ya şəkər başları kimi tepuilər, yəni masavari dağlar, relyef formaları səciyyəvi idi. Bu relyef formaları biz qeyd edirik, turistlərin diqqətini cəlb edirdi və La Plata ovalığında, baxın bu hissədə, cənuba doğru yerləşən ərazi Patagoniya, belə deyim, adlanırdı. Patagoniya yüksəklik və platoların üstünlük təşkil etdiyi regionlar hesab edilirdi. Ardınca biz qeyd edəcəyik təbii ki, burada Venezuela bölgəsində 800-1800 metr yüksəkliyə malik olan masaya bənzər dağlar, yoldaşlar, bunlar tepuilər, yəni kimyəvi və fiziki aşınmanın, axar suların fəaliyyəti ilə yaranmış ərazilərə tepui adı vermişdik. Əsasən Venezuela ərazisindən Gviana yaylasından keçirdi. Yoldaşlar, kəllə qənd nə idi? Braziliya yaylasında aşınma nəticəsində yaranan relyef formasıdır. Rio de Janeiro'da turistlərin ən çox baş çəkdiyi görməli yerlərdən biri də həmən o hündür, qənd, belə deyim, şəkər başları və ya hündür qənd çəkisinə biz qeyd edəcəyik kəllə qənd adı verdik. Hündürlüyü 300, kəllə qəndin hündürlüyü 300 metr və zirvəsinə kanat yolu çəkilmişdir. Keçirik nəyə? Deməli, Cənubi Amerikadan sonra gəlir Afrika materiki. Afrika materiki nisbətən uzun olsa da əslində olduqca maraqlı bir dərs hesab olunur. Gəlin nəzər yetirək. Afrika relyefinə görə iki hissəyə ayırmaq olar. Bunun birincisi Şimali və Qərbi Afrika denudasyon və akkumulyativ mənşəli düzənliklərdən, Cənubi və Şərqi Afrika isə dağlıq ərazilər üstündür. Şimali və Qərbi Afrikada ərazinin düzənlik olmasının səbəbi buranın Afrika Ərəbistan platforması üzərində yerləşməsidir. Afrika Ərəbistan platforması üzərində yerləşməsidir. Aydın oldu mu? Relyefin formalaşmasında yalnız tektonik hərəkətlər deyil, həm də eksogen amillər böyük rol oynayır. Afrikanın bu hissəsi 9 milyon kilometr kvadrata qədər dünyanın ən böyük səhrası olan böyük səhra tuturdu. Bu səhra üçün güclü küləklər və fiziki aşınma səciyyəvi hesab olunurdu. Səhrada eol relyef formaları üstünlük təşkil edir. Bunlara barxanlar, düyünlər və qum təpələri aiddir. Buradakı qum düyünləri hündürlüyü 300 metrə çatırdı. Axaqqar, Tivesi, Darfur massivlərindəki şahid dağların hündürlüyü 2000-3000 metr hesab edilirdi. Qədim zamanlarda bu səhradan Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət, belə deyək, yolları keçmişdir. Hazırda bu ərazilər zəif məskunlaşmışdır. Yaşayış məntəqələri yalnız vadilərdə qalmışdır. Nil çayı, Niger çayı Afrikada, bundan əlavə biz qeyd edə bilərik Senegal çayı, iri çaylar nəhəng çay dərələrini, allüvial düzənlikləri və deltaları yaratmışdır. Böyük səhranın şimali qərbində, Aralıq dənizi sahillərində Afrikada yeganə cavan dağ sistemi Atlas dağları yerləşir və əlində zirvəsi topkal 4165 metr. Bu dağlar Alp-Himalay qurşağının ən qərb hissələri hesab olunur və Atlas dağlarının relyefi, cavan, suxurların elastik olması buradakı antiklinal və sinklinalları əks etdirirdi. Antiklinal və sinklinalları əks etdirirdi Atlas dağlarında. Gəldik nəyə yoldaşlar? Antiklinal nədir? Geosinklinal ərazilərdə qırışıq, qabarıq strukturlar hesab olunur. Və bir də qeyd edirik ki, sinklinal nədir? Qırışıq, çökək strukturlara sinklinal adı vermişdik. Afrika platformasının ən böyük əyilmə zonası Kongo çökəkliyidir və bura hər tərəfdən yüksəkliklərlə əhatə olunmuşdur. Yağış suları çökəkliyin mərkəzi hissəsi ilə axaraq materikədə ən nəhəng çay sistemi Kongo çayını yaradır. Ən uzun yox, ən bol sulu çayını, Kongo çayını. Kongo çayının qolları Ubangi və Kasai hesab edilirdi. Çökəkliyin daxili hissəsində yerləşən pilləli qırılıb düşmələr xeyli sayda şəlalə və astana var idi. Burada əlbəttə ki, Livingstone şəlalələri mənsəbə doğru 32 dənə ardıcıl yerləşmiş şəlalə və astananın ümumi adı hesab olunurdu. Afrikanı tədqiq edən Şotland alimi David Livingstone'un şərəfinə adlandırılmışdı Livingstone şəlalələri Kongo çayı hövzəsində. Ardınca biz qeyd edəcəyik Cənubi və Cənub-Şərqi Afrika.
Yəni Cənubi Afrika, Cənub-Şərqi Afrika və Şərqi Afrika. Mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən yüksək nöqtəsi olan vulkan mənşəli Kilimanjaro 5895 metr yerləşir. Yoldaşlar, görün, bax, bu xətti mən bölürəm, amma bu hissəni görürsünüz. Şərqi və Cənubi Afrika yüksək Afrika regionu, Şimali və Qərbi Afrika isə alçaq Afrika regionu hesab olunurdu. Yoldaşlar, Şərqi Afrika sınma zonası Qırmızı dənizdən başlayaraq Zambezi çayına qədər 3000 kilometr məsafədə uzanırdı. Bu zona okeanlarda olan o divergent zonadakı Orta Okean sıra dağlarının mərkəzi ox zonasına oxşuyurdu. Yəni, rift dərələri adlanırdı əslində. Burada litosfer havaları onların arasında məsafə artırdı, lakin onlar okeanda deyil, quruda yerləşirdilər. Bu zonanın mərkəzi hissəsinə qraben, hər iki tərəfdən simmetrik qalxan hissəsinə isə horstlar deyilir. Bakıda nəhəng horstlardan, üzr istəyirəm, buradakı əsas horstlardan biri Ruvenzori horstu hesab olunurdu. Əlbəttə ki, Afrika materikində yerləşən tektonik saat bölgəsində. Horst nə idi? Qırılmanın mərkəz hissəsində yerləşən yaranan qabarıq formadır. Horstlar rift dərələrinin kənarı boyunca simmetrik yerləşirdi. Qraben isə iki tektonik qırılmanın arasındakı hissənin enməsi nəticəsində formalaşmış mənfi strukturlara deyilirdi və qrabenlər mərkəzi enmə hissəsi həm də rift dərələri adlanırdı. 100 və 1000 kilometrlərlə uzanan rift dərələri rift zonalarına əmələ gətirirdi və biz qeyd edəcəyik ki, Rudolf, Tanganika və Nyasa kimi göllər qrabendə yerləşən göllər hesab olunurdu. Şərqi Afrika sınma zolağı Qırmızı dənizlərindən başlayaraq cənub istiqamətində 3000 kilometr məsafədə uzanırdı və horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzunson və dərin göllər yerləşirdi. Şərqi Afrika sınma zolağı Şərqi Afrika çaylarının sxemi və kosmosdan çəkilmiş təsviri ilə də